Bir gün bir məmləkətdə bir gözdən kör bir adam yaşayırmış. Bu adam gördüyü ədalətsizlikləri dilinə gətirən kimi deyirlərmiş ki, sən gözün kördür, sən yəqin düz görməmsən. Bir gün bu baş alır ədalətin olacağı bir yerə getmək fikri ilə. Bir xeyli getdikdən sonra bir kəndə rast gəlir. Daxil olur kəndə ki, burada hamı kördür, körlər kəndi. Sevinir, deyir, bax, əsl ədalət quracağım yer buradır. Həs həyatımın padişahı olacaq. Bir xeyli yaşayır, bir gün görür ki, bir insan qonşu kəndin danasını uğrayıb, qatıb qabağına gətirir. Halbuki salır ki, kişi, burada ədalət pozulub, haqq ədalət pozulub, oğurluq var. Cəmaat yığışır, nə olur? Deyir ki, bəs adam oğurluq edib, dananı gətirirlər, başa düşdü, sən nə bilirsən? Deyir, gördüm də. Deyir, görmək nədir? Görmək necə olur? Hamı kördaq, iki gözü də görmür. Həkimi çağırır, həkimi nə danışır? Gördüm nədir? Həkim gəlir, həkim yoxlayır, həkim də kördür, görmür. Amma gözünə çatanda gör, gözünün biri belədir, amma biri belə. Deyir, bunda nəsə qeyri-adilik var, tez bir də alət gətirin. Bunu qaydaya salın, bu nəsə düz deyil bunda. Həqiqət belədir. Deyir ki, körlər kəndində padişah olmaq istəyən az qalır o biri gözündə itirsin. Həqiqət budur. Həqiqətə qəlbi kör olan insanlar, mənəvi gözü kör olan insanlar səni dəli sayar, axmaq sayar və istəyər o gözə görən gözü də vurub kör eləsin. Çünki onlar həqiqətə kördülər. Həqiqəti görən, görmək hər adama qismət olur.